Salam əziz ovçular, mən sizi yenə də Coşqun Ovçular evindən salamlayıram. Hər biriniz bildiyiniz kimi o mövsüm dünəndən açılıbdır. Buna nisbətən hamınızı təbrik edirəm. Rəşad qardaşımızı da tanıyırsınız. Həm YouTuberdir, həm güclü ovçudur, fəxri ovçumuzdur. Sağ ol, minnətdaram qardaş. Xoş gəlmişsən bizim mağazamıza. Sağ olun. Xeyirli olsun. Allah sizin də yeni açdığınız mağazanı xeyirli eləsin. Yəni sizə təbrik edirəm bu yeni ov sezonunun açılması ilə əlaqədar. Bütün hamımızın göz aydın olsun. Göz aydın, çoxdandır gözlədiyimiz bir xəbər idi. Bütün ovçuların hamısına xəbər verdik ki, yəni ov sezonu açılır və onunla da əlaqədar Coşqun qardaşımızın mağazinə gəldim və burada yeni silahlar var, yeni hər növdə silahlar gəlib. İnşallah o haqqında da namizəd qardaşımız sizə qısa məlumat verəcək. Deməli, nədən danışmaq istəyirəm? Hər zaman ovçularımız bir çətinliyi var ki, deyirlər atırıq patrolumuz 90 metr, 100 metr vura bilirik. Yəqin ki, böyük heyvanlardan söhbət edirik. Biz sizi düşünərək, Huğlunun yeni bir modeli var. Cantilever modeli var. Mən istəyirəm bunu belə sizin üçün göstərdim. Siz daha rahat görə biləsiniz. Cantilever nə deməkdir? Yəni bu suluq lülədir, belə desəm sizlər üçün, hamımız bildiyimiz dildə desəm. Suluq lülədir. Üstündə gördüyünüz əlavə belə bir reis tipi və 2 dənəli mişqalı 61 nişangahlı 61 namlı Huğlunun Cantilever modelidir. Bunun üzərində həm 61 lüləli qısa lülə, yəni heyvan ovu üçün lülə. Bununla 150-200 metrə qədər tək güllə, kartez atıb istifadə edə bilərlər. Ən çox bunu hansı rayonlar soruşurdu bizdə? Dağlıq və Dağətəyi rayonlar. Böyük heyvanlara, bəli, heyvan ovudur, kəl ovudur, bu ovlar üçün rahatlıqla alıb istifadə eləmək olar. Üzərində həm bir dənə qısa lülə, yəni 61 lülə namlı olan Cantilever modeli olan bu lüləni və üzərində bir ədəd 76 santimlik olan uzun lülə. Bundan isə heyvan ovunda və yaxud da quş ovunda da daha çox ideal istifadə oluna bilər. Bu üzərində olan bu reis, bildiyimiz kimi Huğlunun Genova modelində belə bir ayaqlıqlar var idi. İndi isə bu Cantilever modelində isə burada Rəşad fikir verirsən ki, burada reisdir, əlavə reis quraşdırır. Bu reisin üzərinə belə bir gördüyünüz kimi kollimator, İstədiyin ölçüdə kollimator quraşdıra bilərsən və yaxud da durbinlər, optik nişangahlar, hər bir şey quraşdırmağa gözəl bir şərait yaradır. Çox gözəl bir modeldir. Huğlu Renovanın yeni bir modelidir. Bundan alıb hər bir kəsi istifadə etməyə dəvət edirik. Huğlu haqqında nə qədər danışsaq azdır. Sən də bilir ki, kəlmə inşallah haqqında müsbət fikirlərin var. Onlar da söylə. Hamımızın bildiyi kimi Huğlu 100 ilin silahıdır. Türkiyədə tanınmış silahlardan, yəni öndə gedən silahlardan bir markadır. Huğlu bu dəfə verdiyi bizə yeni bir modeldə 2 dənə lülə verir. Yaxın, yəni ovlar üçün istifadə olunan qaban ovudur, dağ turudur. Bunlar üçün qısa lülədən istifadə olunur. Bir də standart lülə veribdir. Standart lülədə hər birimiz istifadə elədik. Bəli. Və də hamımızın bildiyi kimi uzun lülədə veriblər ki, yəni quş ovlarında zatda bu 2 lülədən hansından istəyirsinizsə istifadə edə bilərsiniz. Və Huğlunun namizəd qardaşımız dediyi kimi o birisi videolarda da var. Yəni bu videoda da istəyirəm deyim biləsiniz. Bunlarda zatvorniki saxlayan bütün 5 açılanlarda olduğu kimi buraxan knopka var. Bu buraxan knopkanın alt hissəsində başqa bir knopka var. İki bir knopka rolu oynayır bu. Birincini buraxdıqda zatvorniki buraxır. İkinci knopkanı basıb belə etdikdə, yəni aşağıdan mağazində olan patronları, yəni bir göz qırpımında tezliklə boşaltmaq olur. Bu da Huğlunun, yəni bizə verdiyi yeni modelin gözəllikləri və yaxud özəllikləridir. Huğlunun bir dənə də seçildiyi bir şey var. Yəni göstərmişdim başqa bir videolarımızda, indi də göstərmək istəyirəm. Üzərində bir çoku vardır, uzun lülənin üzərində və əlavə 4 dənə də çoku ilə açarı ilə bir yerdədir. Bəli. Bunlar isə nədir bizə? Benelli'də olduğu kimi fərqi yoxdur. Benelli olsun, Beretta olsun, Browning olsun, onlardakı kimi uzun. Görürsünüz, çoklar uzundur. Bəli, çoklar nasatqalıdır. Qısa lülədə isə çox yoxdur. Tək güllə üçün nəzərdə tutulduğuna görə. Cantilever lülədə isə çox yoxdur. Bir dənə çox var uzun lülədə. Uzun lülənin üzərində. Bir də bir şey xatırlamısan. Görürsünüz, uzun lülənin mişqası qısadır. Cantilever'in mişqası isə daha uzun
və böyükdür. Bu da o deməkdir ki, daha uzaqda olan hədəfləri daha rahat görməkdən görmək ötürü üçün rahatçılıq bizə yaratsın. rahatçılıq yaradır. Üzərində bildiyiniz kimi Huqlunun bütün modellərində olduğu kimi Renault-un bu modelində də кейsi var, yəni diplomatdadır. Super bir modeldir. Alıb yararlanmağa dəvət edirəm. Ünvanımız dəyişilməz olaraq qalıbdır. Xəqanın 386 ünvanındayıq. Bildiyiniz kimi telefon nömrələrimiz də 051 ilə 415 15 22 və yaxud da 055 ilə 350 52 15-dir. Rəşad qardaşım, hamımızın göz aydın olsun. O mövsümü açılıbdır. Hamının çoxdan gözlədiyi, ovçuların gözlədiyi və arzuladığı bir sezon açıq oldu. Hamınızı da təbrik edirik buradan. Mən bu off sezon açılmasının məqsədi ilə də bu silahlarımızı göstərdim sizə ki, çoxdan gətirmişik. Bunu saxlamışıq ki, bir o mövsüm açılsın. Sürpriz eləyək. Sürprizimiz də budur. Sevincimizə sevinç qatdı. Hər biriniz gözləyirdiniz. Bu modeli gəlib hardan əldə edə bilərlər? Coşqunun mağazasından. İnşallah orada da nömrələri qeyd eləyəcəyik. Yəni kim istəsə ora yazsın, əlaqə saxlasın. Yeni nömrələrdir. Yəni istədiyiniz vaxt zəng edib qiymət haqqında və yaxud Huqlunun, Renault-un başqa modelləri haqqında məlumat ala bilərsiniz. İzləmədə qalsınlar. Biz inşallah yeni bir silahlarımız da var. Onları da təqdim eləyəcəyik. Biz hər zaman nə ilə seçilirik? Zavod mallarımız. Yəni biz adi sex mallarıdır, ciddirmə mallarından heç birini çəkib paylaşmırıq. Çünki biz onlardan heç nə almırıq. Biz hansı silah mağazasının zavodu varsa, biz o zavodlarla işləyirik. Böyük zavodlarla. Həmin zavodların xırda fabriklərlə bizim işimiz yoxdur. Bəli, pasportundan qanuni şəkildə, yəni silahlar yəni mənşəyi alınır. məlum olan silahları biz çəkib paylaşıb və yaxud da satırıq. Biz izləmədə qalın. Təbii ki, ən keyfiyyətli silahlar hardadır? Coşqunun Ovçular evindədir. Yaxınlaşın bura. İnşallah siz üçün gözəl xidmət göstəriləcək. Endirim olacaq. Bəli. Biz izləmədə qalın. Digər videolarda da çəkib yeni bir modellər paylaşacağıq. Sağ olun. Hələlik. Sağ olun, sağlıqla qalın.